Salam əziz izləyicilər. Bu günləri növbəti buraxılışımızda qarşınızdayıq. Bugünkü mövzumuz insan dəyişirmi? Sualına cavab tapmaqdan ibarətdir. Ümumiyyətlə insan dəyişirmi və dəyişməlidirmi? Bu barədə ətraflı həmkarımla söhbət edəcəyik. Mən də hər birinizi salamlayıram. Səni də salamlayıram Dikər. Salam. Belə günümüz dünyasında insanlar dəyişmir, kim nədirsə odur, heç vaxt dəyişməyəcək kimi düşüncə qəlibləri var və bunlar tez-tez də istifadə olunur. Görürük ki, bu bəzən sosial mediada da qarşımıza çıxır. Onun üçün bu mövzu bizim həm elmi cəhətdən ələ alacağımız, eyni zamanda da belə deyək, cəmiyyət içində danışılan mövzular arasında maraqla qarşılanacağını düşündüyüm mövzulardan biridir. Bəs ilk olaraq sənə sual verim. Səncə insan dəyişirmi və ya dəyişirsə nə dərəcədə dəyişə bilər? Mən bu suala həmişə cəmiyyətdə cavab tapanda, oturanda, dostlarımızla söhbət eləyəndə bu suala cavab tapanda çox insan məndən bu barədə razılaşmır ki, biz elə düşünmürük. Mən düşünürəm ki, bəli, insan dəyişir. Bəzən müəyyən şərtlərdən dolayı məcbur qalaraq dəyişir, bəzən isə öz seçimi olaraq dəyişir, amma nəticədə dəyişir. Yəni insanı həyat elə çərçivələrə salır, elə keşməkeşlərdən keçirdir ki, insan nə qədər də desə də ki, mən dəyişməyəcəm və mən bu şəkildə qalacağam, o mümkün deyil. Amma mən çox eşidirəm ki, cəmiyyətdə mən niyə dəyişməliyəm ki, mən buyam, məni işte bu cür qəbul elə. Kimi sözlər çox eşidirəm. Mən düşünürəm ki, insan mütləq ki, bir şəkildə dəyişir. İndi necə, hansı formada, hansı travmalardan dolayı dəyişir? Bunu söhbətimizdə davamında mütləq ki, deyərik. Bəs sən necə fikirləşirsən? Təbii ki, mən də sənin kimi düşünürəm ki, insanlar dəyişir, məcburən dəyişir. Özləri hiss etməsə belə, onlar, biz hər birimiz dəyişirik. Bu bizim yaşadıklarımızdan və yaşaya bilmədiklərimizdən irəli gəlir. Ki bizim yaşantılarımız, beynimizdə baş verən o proseslər bizi həm neuroplastika cəhətdən, eyni zamanda davranış cəhətdən, düşüncə cəhətdən dəyişdirir. Bu dəyişim də məcburdur. Yəni təbiətin axışı belədir, belə deyək. Yəni insan dəyişməsə və ya hər hansı bir canlı, təkcə insan yox, digər canlılar belə davranışlarını dəyişdirə bilirlər. Və ya ki, insanlar digər canlıların da özləri kimi davranışlarına müdaxilə edə bilirlər. Bu dəyişiklik təbii ki, hər zaman müsbət tərəfə və yaxud müsbət hadisələrdən olmur. Bayaq sən də qeyd elədin, insanın yaşadığı travmalar onu heç təxmin eləmədiyi, heç düşünmədiyi, xəyal belə eləmədiyi başqa bir insana çevirə bilir. Davranışlarını tam tərsinə 180 dərəcədə dəyişə bilir və digər insanlar bayaq sən dediyin kimi deyirlər ki, sən çox dəyişmisən, əvvəlki kimi deyilsən, kimi sözlərə məruz qala bilir. Mən əlavə etmək istəyirəm. İnsan dəyişirmi deyəndə əslində ilk ağla gələn bu olur ki, insan sanki dəyişəndə özü üçün dəyişir. Mən burada belə bir şey də əlavə etmək istəyirəm ki, dəyişimin sağlam yoxsa qeyri-sağlam olduğunu biz bilmək üçün biz hər birimiz dəyişirik, tamam. Amma bu sağlam dəyişimdirmi, olması gərəkən dəyişimdirmi? Bunu bilmək üçün biz baxmalıyıq ki, bu dəyişimin motivi nədir? Biz özümüzə görəmi dəyişirik? Artıq görürük ki, bu zamana qədər ki, bizim həyat yaşayışımız, bizim həyata baxışımız, strategiyamız, münasibətlərdə qurduğumuz strategiyamız artıq işləmir. Yəni o işləməyəndə insan fikirləşir ki, demək ki, mən nəyisə yəqin ki, səhv edirəm, bəlkə dəyişməliyəm. Və yaxud da ki, insan o zaman özünə görə dəyişilmiş hesab olunur ki, o artıq bir şeyi, bir hadisəni təkrarən yaşayır. Artıq təkrar yaşayandan sonra fərqindəliyi olan insan düşünür ki, insan təzə bir hadisə yaşayanda deyirsən ki, mən günahkar deyiləm. Qarşımdakı günahkardır, həyat günahkardır, şansım yoxdur, dini inanclarla bağlı
Allah belə istəmədi ki, mən belə olum şəklində, amma insan fərqindəliyi artdıqca artıq məcbur olur o güzgü onun özünə çevrilməyə ki, baxım görüm bəlkə mən nə isə artıq düzələmirəm. O biz əvvəlki buraxılışlarımızda səndən danışmışdıq ki, təkrarlanan münasibətlər və təkrarlanan hadisələr ki var. Bu bizim hər birimizin həyatında olur və biz bir şeydən narazıyıqsa, ancaq hər dəfə də o cür hadisələrlə rastlaşırıqsa, eyni tip insanla rastlaşmaq olsun, işdə eyni tip uğursuzluqlar yaşamışlıq olsun və s. axır. Bu zaman artıq məcbur insan özünə baxır, başqalarını günahlandırmadan bəlkə mən nə isə səhv eləmişəm deyə. Bu düşünürəm ki, daha yaxşı olması gərəkən bir dəyişimdir. Amma bir də var, insan qarşısındakına görə dəyişir ya da özünü məcburən dəyişdirir. Mən əslində fərqli xarakterə malikəm, amma sənlə dost ola bilmək üçün mən hansı xarakterlərimi dəyişdirirəm və bu olur. Mən buna çoxdur rast gəlirəm öz pasientlərim arasında ki, qarşısındakı insana görə özünü dəyişdirmə məcburiyyətində hiss edir. Amma bu dəyişim zərərlidir təbii ki. Mən çox istəyirəm ki, bizi izləyənlər burada biz insan dəyişir və dəyişməlidir kimi getdik. Ancaq bu dəyişimin özünüzdən dolayımı, yoxsa kənar insana ithafən olduğunu bir nəzərə alsınlar. Sən necə düşünürsən? Mən düşünürəm ki, kənar insan digər insana görə dəyişmək belədir ki, bizi müvəqqəti olaraq dəyişdiyimiz zənnə aparır. Yəni biz zənn edirik ki, biz dəyişirik və ya dəyişmişik və yaxud zənn edirik ki, dostumuz və yaxud bir tanışımız bizə qarşı səhv bir hərəkət edir, davamlı edir bu hərəkəti və o daha sonra bizim ondan incidiyimizi və yaxud münasibətimizin pozulduğunu görür və öz davranışlarında dəyişiklik eləyir. Mən düşünürəm ki, bu o demək deyil ki, o xaraktercə o qədər tez dəyişdi. Düşünürəm ki, o dəyişiklik müvəqqətidir. Yəni onun xarakteri o qədər tez dəyişmir, sadəcə davranışları bizə uyğunlaşdırılır. O bayaq dediyim kimi strategiya məsələsi. Yəni o strateji olaraq öz davranışlarına dəyişir. O xarakter olaraq eyni qalır və yaxud çox-çox az dəyişmiş olur. Amma sırf o münasibəti davam etdirmək üçün və yaxud ola bilər ki, o mənafeyi var. O mənafeyini daim müdafiə etmək üçün davranışla və yaxud xarakterini, xasiyyətini dəyişmiş kimi özünü aparır. Bəzən ən pis tərəfi budur ki, insan həqiqətən də dəyişdiyini zənn edir. O insan özü də zənn edir ki, bu dəyişibdir, artıq deyir ki, mən dəyişmişəm, əvvəlki kimi deyiləm, mən əvvəlki o mən deyiləm. Halbuki biraz daha münasibət davam etdikcə, zaman biraz daha keçdikcə yaşanılan hadisələr göstərir ki, əslində o düşündüyü qədər, özü belə düşündüyü qədər dəyişməyib. Amma bu demək deyil ki, təbii ki, dəyişə bilməz. O insan əgər fərqindəlik qazanırsa və dəyişməyə çalışırsa, təbii ki, dəyişə bilər. Lakin o cür dəyişikliklərin bir çoxu müvəqqəti xarakter daşıyır məncə. Mən belə başa düşdüm ki, sən deyirsən ki, insan bizim mizac dediyimiz bir şey var. Hansı ki, insan onunla doğulur və onunla da baza olaraq onunla yaşayır da. Yəni mən belə başa düşdüm ki, biz insanın dəyişməyi deyəndə, xarakterin dəyişməyi deyəndə sənin tutumun həmin o mizacın, o bazanın qalmağı şərti ilə sanki o mizac bir ağacın köküdür. O qalmaq şərti ilə budaqları, yəni digər xarakteri xüsusiyyətləri zamanla dəyişə bilər. Amma mizac olduğu kimi qalır deyə mən anladım sən dediyindən. Bəli, həm elədir. Məsəl başqa bir nümunə versək, deyək ki, bir xəmiri materialı dəyişmir, amma onu fərqli formalara sala bilirik. Bu daha məncə daha uyğun izah yəni materialı qalır eyni şəkildə. Onun təməl maddəsi eyni şəkildə qalır, ancaq forması dəyişir. İnsan da əsasən belədir. Bu hər zaman belə deyil, amma əsasən belədir ki, davranışlar, müvəqqəti xarakter daşıyan dəyişikliklər demək olar ki, bununla eyniləşdirə bilərik. Bəs səncə insan ümumiyyətlə həyatın gətirdiyi hadisələri nəzərə almasaq, insan səncə ümumiyyətlə dəyişməlidir öz xarakterində bəzi nüansları? Yoxsa sən mən buyam, məni belə sevin deyənlərin tərəfindəsən? İnsan əlbəttə ki, dəyişməlidir. Bu sadəcə digər insanların onu sevməsi və ya sevməməsi, digər insanların münasibətinə əsaslanaraq deyil. Özü öz inkişafı üçün dəyişməlidir. Bir insan necə ayırsın ki, mən özümə görə dəyişirəm, yoxsa bunu mənə kimsə
belə dırnaq arası desək, vadarmı eləyir, kiməsə görə dəyişirəm. Bunu təyin eləmək çox çətindir və mən fikirləşirəm ki, bunun üçün biraz öz fərqəndəliklə yanaşı psixoloji biliklər də lazımdır ki, görəsən mən bunu öz istəyimlə eləyirəm, yoxsa bunu başqasına görə eləyirəm. İstəyirəm bunu birinci sən cavab verəsən, daha sonra özümün şəxsi fikrimi deyəcəm bu barədə. Yəni burada təbii ki, fərqindəlik lazımdır ki, insan özü üçün deyəndə mən düşünürəm ki, insan hər şeyi özü üçün eləyir. Yəni bu bəzən uzun vadeli hədəfləri və ya qısa vadeli hədəfləri üçün eləyir. Yəni hər şeyi öz mənfəəti üçün eləyir. Amma bu mənfəəti üçün eləyəndə bunu həqiqətən düzgün şəkildə, düzgün yolla və yaxud düzgün hədəflərlə mi eləyir? Yoxsa o mənfəətini belə deyək, tamahına aldanıb yanlış yollarla mı gedir, yanlış hərəkət eləyir? Ona görə də bunun fərqində olsa, əgər niyyəti həqiqətən bir şeyi müsbət mənada dəyişməkdirsə, inkişafa doğru, müsbətə doğru dəyişməkdirsə, insan çətin də olsa onu dəyişəcək. Ancaq sırf digərləri üçün dəyişmək istəyirsə, sırf elə qısa vadeli, qısa hədəflərlə işləyirsə bu adam, qısa hədəfləri əldə etmək üçün çalışırsa və düşdüyü hər mühitə uyğunlaşırsa, belə deyək, təbii ki, adaptasiya olmalıdır insan, mühitə uyğunlaşmalıdır. Ancaq öz xarakterindən kənara çıxıb, yəni bu şəxsiyyəti biraz daha kölgəyə qoymaqdır. Öz şəxsiyyətini pərdə arxasına kölgədə saxlayır və digər insanların istədiyi kimi hərəkət edirsə, bu o demək deyil ki, o dəyişir və yaxud bu cür dəyişirsə belə sabah o insan bu cür dəyişikliklərin, bu cür dəyişmələrin çox böyük negativ nəticələrini yaşaya bilər. Mən elə düşünürəm ki, bu kiməsə görə dəyişmək dedik və yaxud da ki, müvəqqəti dəyişimlər dedik. Bu sənin də sonunda əlavə elədiyin kimi çox böyük travma sözünü hər dəfə çox istifadə etmək istəmirəm, ancaq çox böyük travmatik nəticələrə gətirir, çıxartır. Qısa müddətdə insanın fərqində olmur və qısa müddətli o həzz və məmnunluq insana yaxşı hiss elətdirir özü dəyişdiyi müddətcə. Amma onun yavaş-yavaş öz kimliyini içərdən yeyərək bütün öz şəxsiyyətini deformasiya edir və hansı ki bərpası da onun çox uzun müddət və uzun zaman alan bir şeydir. Mən düşünürəm ki, izləyicilər buradan ayıra bilərlər ki, mən bu dəyişimi özüm üçün eləyirəm, yoxsa qarşımdakı üçün eləyirəm. İç dialoqlarına diqqət eləməklə. Yəni insan əgər öz iç səsini susturmağa meyllənirsə, iç səsin dediyi bəzən bizə sərf eləmir. Yəni onu görməzdən gəliriksə, ya da özümüzü inandırırıqsa ki, yaxşıdır, rahatdır, gözəldir kimi nüanslarla, bu nüanslar bizə göstərir ki, biz əslində daxilən, dərindən və uzun müddətli məmnun deyilik və özümüzə görə dəyişməmişik. Özümüzə görə dəyişim ilk növbədə daxili hüzurla gəlir. Əslində çox dərinə getsək, hər bir dəyişim birinci hüzur yox, narahatlıq gətirir. Çünki sən olduğun bir şeyi hələ ki 20, 25, 30 illik həyatında oturmuş xarakterini, insanların səni necə görməyini, sənin cəmiyyətdəki rolun, hər şeyini də yəni dəyişdirirsə və başqa bir mərhələyə keçirsən, bu birinci əlbəttə ki ağrılıdır və insan bunu qəbul etmək istəmir. Amma hər inkişaf, hər müsbət də dəyişim elə birinci biraz azıcıq da olsa ağrı ilə başlayır. Ağrı ilə başlayır, amma daha sonra daxili hüzur əgər varsa və biz öz iç səsimizi dinləyəndə, okey, hər şey qaydasında deyiriksə, deməli bizim dəyişimimiz qarşımızdakı insan üçün yox, elə özümüz üçündür. Düşünürəm ki, bu izləyiciləri ən azından ayırmaq üçün bir aydınlatıcı olar. Çox bir də düzgün bir yerə təmas elədin ki, insan ilk dəyişməyə başlayanda biraz əziyyət çəkir. Dəyişmək ümumiyyətlə sancılı bir prosesdir. Çünki insan dəyişirsə və başqa bir davranışa keçməyə çalışırsa, bu onun keçmişdə yaşadığı və öyrəşdiyi, vərdiş etdiyi davranışlardan, xasiyyətdən
kənara çıxması onun üçün komfort zonasının pozulması deməkdir. O komfort zonasından çıxa bilirsə, çıxmağa çalışırsa və bunun əziyyətinə qatlanırsa, bu çox özü böyük bir dəyərdir. Və cəsarət. Təbii ki, bu bir cəsarətdir ki, o komfort zonanı tərk eləməyə çalışır. Özünə əziyyət verir, belə deyək də. Onun üçün dəyişməyə başlamaq, qərar vermək, onun üçün addım atmaq, dediyim kimi böyük bir cəsarət və iradə tələb eləyir. Onda belə çıxır ki, Ziya, bizim danışdıqlarımızdan insanlar müsbət mənada dəyişmə can atmalıdırlar. Ağrılı da olsa. Düz deyirəm? Təbii ki. Bəs yaxşı, belə bir nüans ağlıma gəldi sən danışanda. Mən bu yan məni belə qəbul edin deyən insanlar olur. Mənim həyatımda da var. Yəni mən beləyəm, məni niyə dəyişdirirsən, mən olduğum kimi qəbul elə. Bəs münasibətlərdə, şəxsi münasibətlərdə, romantik münasibətlərdə orada bir incə çizgi var. Mən bu yan məni belə qəbul eləyinə qarşındakı insana uyğunlaşmaq üçün bəzi xarakterlərini dəyişmək. Mən düşünürəm ki, məsələn, bizi izləyənlər öz partnyorlarına bu videonu göstərsələr, deyə bilərlər ki, bax, psixoloqlar deyir ki, dəyişmək lazımdır da, öz xasiyyətini dəyiş. Amma axı işin məni olduğum kimi sevin tərəfi də var axı. Orada qırmızı çizgini necə ayırarsan? Məni olduğum kimi sev cümləsi əslində bir baxıma anlaşıla bilər, başa düşülə bilən bir cümlədir. Çünki insanlar bayaq dedim ki, komfort zonasını tərk etməkdə çətinlik çəkir deyə. O istəyir ki, o olduğu kimi sevilsin. Ancaq münasibət elə bir şeydir ki, iki insanın davranışlarının, düşüncələrinin müəyyən kəsişmə nöqtələri olduğu bir şeydir münasibət. Yəni həmin o kəsişmə nöqtələrində insanların illaki ortaq dəyərləri, ortaq düşüncələri, ortaq zövqləri, ortaq istəkləri olur. Və bu ortaq zona nə qədər böyükdürsə, insanlar bir-biri ilə o qədər daha çox anlaşa bilirlər. O ortaq zonanı böyütmək üçün lazım olur ki, bəzən iki tərəfdə və ya iki tərəfdən biri ən azından o digər tərəfə daha çox adaptasiya olsun. Daha çox qurban versin özündən, öz xarakterindən demək istəyirsən. Qurban versin deməyək, belə deyək. Adaptasiya, ona uyğunlaşsın, ayaq uydursun, belə deyək. Ona uyğunlaşmaq deyək də. Ki, əgər bir insan iki və ya iki tərəfdə bir-birlərinin o ortaq kəsişmə nöqtələrini genişləndirmək üçün bəzən irəli, bəzən geri addım atmağı bacarırsa, bu münasibət daha sağlam olur. Çünki belə düşünək, iç-içə keçmiş iki cisim nə qədər iç-içə keçirsə, o qədər daha sağlam olur. Nə qədər deyə belə deyək, kəsişmə nöqtəsi azdırsa, o zaman onların qopma ehtimalı daha çoxdur. Onun üçün türklər kənətlənmə deyir də. Bu kənətlənmənin olması üçün maksimum dərəcədə iç-içə keçmə daha çox yaşanmalıdır. Onun üçün də dəyişmək, iç-içə keçmək üçün müəyyən o dəyişikliklər tələb edir. Misal üçün biz təkcə münasibətlərdən yox, hər hansı bir işə gedəndə belə, hər hansı bir yerə gedəndə belə həmin mühitə uyğunlaşmaq üçün öz davranışlarımızı müəyyən dərəcədə dəyişməli oluruq. Yəni adi hər birimizə eşitmişik. Deyək ki, sən yeni gəlibsən, burada qaydalar belədir. Yəni gör ki, sən o qaydalara uyğun hərəkət eləmirsən və ya o mühitə uyğun, o kurum kültürü deyirlər işte. Yəni bizdə mədəniyyətdən gələn qaydalar. O mədəniyyətə ayaq uydura bilmirsənsə, tez digər insanlar sənə xəbərdar edir ki, bəs bizdə belədir. Yəni sən də o qrupun daxilində qəbullanmaq üçün istəyirsən ki, səni qəbullansınlar, məcburən müəyyən davranışlarını dəyişirsən. Sonra davranışlarını dəyişəndən sonra davranışlarımız da düşüncələrimizə yansıyır. Sonra biz görürük ki, biz də onlar kimi düşünürük. Artıq biz də müəyyən qədər onlar kimiyik. Münasibətlər də belədir. Yəni bir müddətdən sonra iki insan bir-birinin xasiyyətini başa düşüb müəyyən dərəcədə özlərindən belə deyək, taviz verdiklərində görülür və bir müddətdən sonra fərqinə varır ki, artıq mən də müəyyən davranışlarım ona oxşuyur. Onun davranışları mənə oxşuyur və bu nə deməkdir? O kəsişmə nöqtəsinin genişlənməsi deməkdir. Bir-birimizə davranışlarımız oxşuyursa, deməli bizim ortaq zonamız daha böyükdür və bunun pozulması, bu münasibətin bitməsi daha da çətinləşir.
Bu baxımdan önəmlidir. Mən burada belə bir şey əlavə etmək istəyirəm. Düzü münasibətlərin uzun müddətli davam etməsi üçün həm işdə, həm dostluqda, həm sevgidə mən qurban verməyi dedim, amma sən daha yaxşı ifadə etdin ki, o olgunlaşmaq lazımdır ki, o münasibət uzun müddət davam eləsin. Ancaq burada mən belə bir məqamı vurğulamaq istəyirəm ki, gərək insan baxsın ki, öz kimliyindən o taviz verməkdə öz kimliyindən daha artığını taviz vermir və artıq bir şey var, deyir ki, sən qarşındakına, sənin qabında qabın dolu olmalıdır ki, sən o qabdan ona nəyisə verə biləsən. İnsan hər dəyişəndə o qabdan biraz azalır, biraz azalır. Ancaq qarşındakı da ona dəyişimlə cavab vermirsə, o qab tükənir və artıq da boş bir qab qalır və bu elə insan kimliyinin, şəxsiyyətinin tükənməyi deməkdir. Diqqətli olmamız gərəkən məqam budur ki, mən dəyişdikcə, o qabdakı su biraz azaldıqca sən də dəyiş. Sənin də dəyişimin biraz mənə əlavə olunsun və beləcə balansla yaransın. Əgər biz nə vaxtsa ki, görürüksə ki, bizim artıq kimliyimizə deformasiya gedir. Mən olduğum kimi deyiləm. Baxın, şey ola bilər. Məsələn, münasibətimiz çox yaxşı gedə bilər. Uyğunlaşarıq bir-birimizə və kənardan ideal görsənə bilərik ki, hər şey qaydasında gedə bilər. Amma mən daxilən narahatamsa və məni nəsə düşündürür ki, hər şey yaxşıdır da, bəs mən niyə narahatam? Bu narahatçılıq hissi, bu gərginlik hissi, nəsə bir çatışmazlıq hissi o deməkdir ki, artıq bizə bir sos siqnaldır ki, sən nəyisə doğru eləmirsən. Sənin qabın artıq boşalıb, sən artıq özündən verməyə başlayırsan. Bu artıq bir sos siqnaldır və belə olanda insan anlamlandıra bilmir. Axı hər şey qaydasında, hər şey tamamdır. Mən niyə narahatam? Və bu sos siqnalıdır. Dəyişim münasibətləri davam eləmək üçün lazım olan bir neçə nüansdan biridir. Ancaq o şərtlə ki, sən özündən verməyəsən, artığını verməyəsən və artıq fədakarlıq mövqeyinə gəlib çıxmasın o və bu belə qarşılıqlı olsun. Münasibətlərdə bəzən deyirlər ki, qarşılıqlı deyil, hər şeyi sevən qarşılıqsız sevir və s. Mən bu düşüncədən razı deyiləm. Yəni qarşılıqlı olmalıdır hər şey ki, hər iki qabda dolsun və balans yaransın və s. Belə bir sual ağlıma gəldi. Sənin həyatında səni dəyişdirən önəmli hadisələr olubmu bizlə paylaşmaq istədiyin? Təbii ki, bizim hər birimizin həyatında mənfi və ya müsbət hadisələr olur və bunlar bizi bəzən çox dəyişdirir, bəzən isə nisbətən az dəyişdirir. Əgər birdən-birə insan çox dəyişdiyini düşünürsə, məncə orada böyük bir yanılğı var. Çünki insan birdən-birə çox dəyişməsi o qədər də mümkün deyil. Ola bilər ki, həmin duruma adaptasiya olur. Amma o demək deyil ki, onu dəyişdirir. Mən də təbii həyatımda böyük və ya kiçik hadisələr olub. Bundan sonra yəqin ki, olacaq. Yəni dəyişim ölənə qədər davam eləyir. İnkişaf bir müddətdən sonra dayana bilər, amma dəyişmək dayanmır. Yəni insan ya geriyə doğru dəyişir, ya irəliyə doğru dəyişir və ya ki, öz yerində də dəyişə bilir. Ola bilər ki, biz bir müddətdən sonra həm fiziki olaraq, eyni zamanda mental olaraq inkişafımız dayansın. Bu təbii bir haldır. Amma dəyişim dayanmır. Təbii ki, bizim hər birimizin həyatında olduğu kimi mən də məsələn təhsil həyatımda, orta məktəbdə, belə deyək, liseydə, mən də lisey bitirmişəm. Liseyə qəbul olmağım, oradakı mühit, yataqxana şəraiti. Necə dəyişdi o səni? Orada insan daha çox öz başına qalır, belə deyək, özü ilə yalnız qala bilir. Baxmayaraq ki, ətrafında çox insan var və insan, belə deyək, ailəsindən uzaq, öz başına qalanda, özü ilə baş-başa qalanda, belə deyək, qalanda, bir də bu yeniyetmə yaşlarına təsadüf eləyəndə insan həyatında böhran üstünə böhran. Yəni təbii insan həyatında böyük dəyişikliklər ola bilər. Amma bir müddətdən sonra hiss edirsən ki, yəni səni dəyişdirən şey təkcə yaşadığın mühit deyil, mühit bir vasitə olur sənin üçün. Yəni bəlkə də hər hansı bir potensial ortaya çıxacaq. Həmin mühit sənin üçün bir vasitə olur. Mən düşünürəm ki, həmin mühitdə qalmaq, həmin o dostluq, eyni zamanda ora bir dostluq mühiti idi. Həmin o dostluq mühiti mənim
digər insanlarla ünsiyyət qura bilməyimdə, ünsiyyət qurma bacarıqlarımın inkişafında, özümü ifadə etməyimdə, ümumiyyətlə bir həyata baxışım dəyişməsində böyük bir rol oynayır. Yəni mənim ağlıma ilk böyük dəyişim və yaxud o böyük dəyişmə gedən ilk addımlar ilk olaraq ağlıma o gəlir. Yəni yadıma o düşür. Daha sonra təbii ki, digər universitet dövrü, daha sonra ondan sonraki dövrlər məndə dəyişiklikləri gətirib çıxarır. Bundan sonra da təbii ki, bu dəyişikliklər davam edəcək. Və sən də? Məndə də çox məni heç vaxt eləmərəm dediyim mərhələyə gətirib onu elətdirən dövrlər olub həyatımda. Və yaxud da ki, mən bunu həmişə belə eləyərəm dediyim, amma sonra yeri gələndə onu heç elə eləmədiyim zamanlar olub həyatımda. Mənim sənin kimi təhsil, universitet həyatım dönüm nöqtələri ilə də olmuyor. Mənim evliliyim məni çox dəyişib və evlilik prosesimdə yaşadığım o müəyyən hadisələr mənə özümün başqa pəncərədən göstərdi ki, sən demə, mənim bu tərəfim də var imiş. Və mən buradan bir nəticəyə gəldim ki, əslində nəinki evlilik, təhsil və s. iş və s. ilaxır. Bizim həyatımıza girən hər bir insan əslində bizi müəyyən qədər dəyişdirir. Biz o insanlarda ya özümüzü tapırıq, ya da tapmadığımıza görə oradan uzaqlaşırıq. Mənim ən dönüm nöqtəli məsələm evliliklə bağlı olub və bu dəyişimi mən necə öz içimdə başlatmışam. Əslində bu mənim var olan bir xarakterimiz. Sadəcə müəyyən mərhələdə mən onu unutmuşdum. Mən iç səsimi hər zaman dinləməyin tərəfində olmuşam. Ta yeniyetməkdən başlayaraq. Daha sonra həyatın o biraz qarmaqarışıq dövründə onu unutdum, iç səsimi dinləməyi. Və bu mənə çox baha başa gəldi. Ona görə indi fikirləşirəm ki, dəyişim hardan başlayır və necə biz bilək ki, dəyişməliyik və s. O iç səsi dinləməklə artıq insan hansı formada və necə dəyişdiyini özü belə görür. Bəzən ağrılı olur, bəzən yaxşı olur, amma nəticədə insana yaxşı təsiri, pozitiv təsiri. Yəni məndə ən azından bu belə olub və mən yeri gəlmişkən izləyicilərimizə də podkastımızın son dəqiqələrində belə bir tövsiyə vermək istəyirəm ki, dəyişimə başlayıb başlamayacağınıza necə bilmək istəyirsinizsə və buna başlamaq istəyirsinizsə ilk öncə iç səsinizi dinləməyə başlamalısınız. Hansı ki bu iç səs sonunda sizə huzur verəcək və bu sözü deyib mikrofonu uzadıram sənə. Mən də bugünkü bu maraqlı mövzudan çox zövq aldım, söhbətdən belə deyək. Çünki bir söz var, dəyişməyin tək şey dəyişimin özüdür. Dəyişmək yaxşı bir şeydir. Təbii ki, müsbətə doğru dəyişirsə, biz dəyişmiriksə, deməli geriyə gedirik eyni zamanda. Bu baxımdan hər bir izləyiciyə müsbət mənada dəyişməyi arzu edirəm və dəyişməkdən qorxmamağı, yetər ki, əmin addımlarla düzgün istiqamətdə dəyişməyə əmin olmalarını tövsiyə edirəm və hər birinizə izlədiyiniz üçün təşəkkür edirəm.